Salam dostlar, biz bugün sizinle kimya 7. sınıfın müsahibələrine baxacağıq, yəni izah edəcəyik. Uzatmadan keçək. Deşikli nasıl doğrudur? Burada məncə bunlar yaxşı görünmür. Bu olanlar, yəni pəmbə rəngli olanlar, bənövşəyi protondur, onlar neutrondur. Kimyəvi simvolları eynidir. Proton sayıları eynidir. Deməli, bu düzdür. Deyir ki, birinci hissəciyin nüvə yükü daha böyükdür. İkinci nüvə yükü bu səhvdir, çünki bərabərdir. Birinci hissəciyi atom, ikinci bu da səhvdir, çünki yenə bunlar bərabərdir. İkinci hissəciyin kütlə ədədi daha böyükdür. Bəli, çünki burada 8 dənə, burada 6. Ona görə burada 14-dür. Burada isə 12-dir. İndi burada deməli bu da düzdür, bu da səhvdir. Cavab 1-4. Deyir hansı elektrik bəstiliyi yaxşı keçir? Xlor qazdır, getdi. N2 azot da getdi, ozon getdi. Burada mis, yəni misdir, yəni dəmirdir. Deyir ki, deuterium H 3-ün 1-ə. Onun hissəsi yoxdur. Özdə burada plusdur. Əlbəttə ki, 0 elektron yoxdur. Yəni burada neutron 2-dir. Arcuda hər şey var, bizdə nə elektron yoxdur. Fosfor elementi kimya simvolu. Bunun hansın yoxdur? Elə P-dir, F getdi, P getdi, F getdi. Burada P4-də verə bilərək fosfor, P də verə bilər. Yəni bunların fərqi yoxdur. Prosto P4 fosforundur, o 4 yazılır. Havanın tərkibində olmayan elementi müəyyən edir. Azot var 78, oksigen var. Oksigen var 21%, helyumda 1% qaz qarşılığındadır. Cavab kalsiyumdur. Deyir ki, verilən maddələrin neçə müxtəlif atomların ibarət olduğu müəyyən edir. Almaz burada karbonlandır. Almaz karbondur. Yəni karbonun allotropik dəyişməsi almaz, bir də qrafit. Ozon oksigenli, qrafit karbondur, oksigen deyil, oksigenli 2 var, niyə də olmasın? D variantı. İndi keçək 7-yə. Deyir ki, kütlələrini müəyyən edin. İyon yüklərini müəyyən edin. Burada -2-dir. Mənfi, qoy belə yazmayaq. Burada -2-dir. Sonra burada -1-dir. Burada da müsbət 2-dir. Deməli Z, Y, X olaraq qoşulur. Z, Y, X. Üssüz hissəciyi müəyyən edin. Atom müsbət yüklüdür. Neutron üssüz hissəcik. Proton müsbət yüklüdür. İyon da yükü var da, məsələn -2, -100, yəni bu da məncə iyon yüküdür. Ona görə yalnız ki, A variantı keçək bura. Bu da yəni elə çətinə oxşamır. Deyir ki, bu sualda səhvlik var. Çünki neutron protondan 2 vahid çoxdur. Onda neutron çoxdur. 2x plus 2 bərabərdir 61. X bərabərdir 59 bölünsün 2. O da 29.5 eləyir. Yəni burada tam ədəd alınmalıdır. 29.5 eləyir. 29.5. Deyir ki, 63-ün neutron sayını tapın. İndi bundan da çıxanda tam ədəd alınır. Tam ədəd də burada yoxdur. Yəni bu sualdır. Yəni müəlliminizə də göstərə bilərsiniz. Deyir ki, adına uyğun işarəsi doğru verilməmişdir. Xüci civə düzdür, F dəmir düzdür, karbonçı düzdür, kalsiyum cadır. Yəni bu səhvdir. Zinət əşyaları hazırlayın.
Zinət işarə hazırlanması brilyant. Brilyantla almazın cilalanmış formasıdır. Almaz da karbondan təşkil olunur. Yəni karbonun allotropiyasıdır. Keçək 12-yə. Valens müsbət yüklüdür. Anion mənfi yüklüdür. Nüvə müsbət yüklüdür. Kation da müsbət, elektron da mənfi yüklüdür. Cavab 2-3. Deyək ki, elektron sayını tapın. 3 vurulsun 1 plus 8 çıxılsın 1. 3 plus 7 o da 10'dur. C variantıdır. Elektron ve neytron sonra neyse. Elə burada hasan yolu bak burada 13 müsbət üçlüdür. Bununla çıxanda 10 qalır. Elektronun 10'unda bizdən A variantıdır. Yəni bunları da yoxlaya bilərsiniz, amma sizə cavab verməyəcək. Deyək ki, X neytral atomdur, yəni 4. Yəni bu getdi, yəni bu, bir də bu getdi. Sonra bu proton, bu katyondur, bu yəni 2, 3. X-ə 2, 5. Burada 2, 3 oxuyuram, amma 2, 5'dir. Yəni burada da olacaq D variantı. Burada buralar dönmür deyə adam çaşır. Aha, gələk çətin məsələlərdən birinə. Deyək ki, yolun doğrudur. Bax, bu. X-in dəyişmədiyini göstərir. Y-in isə dəyişdiyini göstərir. İndi izotopdursa, bax, X proton ola bilər. Y-də neytron ola bilər. Biz demirik, yaxın protonda proton sayı, neytron sayı fərqli ola bilər. Bir düzdür. Elektron sayı eyni. Yəni Y proton ola bilməz, çünki izotoplumun nətər olsun. X neytron ola bilər, çünki bu da fərqlidir, amma proton kütlə düzdür, çünki əgər neytron dəyişkəndirsə, kütlədə də dəyişkəndir. Deməli, birinci və dördüncü varmı? A variantı. Deyək ki, onlarda cəmi 30 elektron var. X atomunun neytron sayı proton sayına bir var, çoxdur X kütlələrin sayı. Deyək ki, bax, Y plus 1. Onda 2 qoy elə yazmayaq. Odadan çaşır. Üstəgən etsin Y çıxılsın 5. 2Y çıxılsın 4. Bərabərdir 30. Y bərabərdir 17. Deməli 17. 17 üstəgənilsin 17 üstəgənilsin 1 o da eləyir 35. Deməli burada D variantı. İndi keçək o bir suala. Deyək ki, dərəcənin verər. Yalnız donma prosesi baş verər. Bax, bu 110'da mayedir. Mənfi 20'yə 1x-də. Bu 75'də qazdır. Mənfi 20'yə burada qazda maye, yəni bu kondensləşmə prosesi. Burada 20, elə bu da qaz halındadır. Yalnız 2. Cavab C variantı. Yəni burada nətər elədim? Bu 110'da mayedir. Buradan bura keçirdəndə, yəni mayədən bərkə keçir. Amma bunlarda qazdan mayəyə keçir. Yəni kondensləşmə, bir də donma prosesi baş verir. Keçək o biri suala. Deyək ki, bu mavi olanlar müsbətdə olabilir. Deyək ki, atomdur. 1, 2, 3, 4, 5, 6, 7. 7, indi bunu sayaq ki, deməli 2, 4, 7 proton. 7 proton bərabərdir 7 elektron. Deməli bu düzdür. Nüvə yükü deməli 7 var. 3 də burada 14. 14. Bu da düzdür. Yo, nüvə yükü 14 deyil. Nüvə yükü 7'dir. Çünki protondur. Nüvə yükü bərabərdir proton. Kütlə də 14'dür. İyondur, xeyr, atomdur. Çünki burada bərabərdir. Deməli, iyon ola bilməz. İyon ya müsbət olub P,
böyükdür E'dən olmalıdır. Ya da mənfi olub E böyükdür P'dən olmalıdır. Cavab 1, 3. Cavab A variantı. Ağ fosforun molekulunda neçə atom var? P4. Cavab D variantıdır. Amma ancaq sizə qırmızı və qara olsaydı 1 götürəcəydiniz. Amma bizə ağ dediyi üçün P4 olub C-ni götürəcəyik. Sayını hesablayın. Burada elektron sayını hesablasam 7 dəfə 7 üstəgəlinsin 4'ü 1'ə vuram elə özü qalır 4 11. Deməli 11 elektron elə səhv elədim. Deməli bununla bu getdi. İndi atom sayını hesablayıram. Elə atomda 11 olacaq. Atom deyirəm indi. Bax bu müsbətdir. Burada çox balaca görünür. Ona görə burada səhvliyə getdik. 11'dir. 11'dən də 1 çıxaram. Çünki müsbətdir. Onda çıxılsın 1 o da 10 eləyir. Onda A variantıdır. Deməli biz düzün üstündən səhv qoyduq. Yəni diqqətli olun. İndi PDF biraz qarma-qarışıqdır deyə yaxşı oxumur. Amma əlimdən gələni etməyə çalışıram. Verilmiş elementlər atomda proton, neutron və elektron sayını müəyyən edin. 3 dənə protondur, atom deyir. Atomdursa, deməli bunlar protondur. 3'ünü 3'ə, o birini də 4'ə. Proton 3, elektron 3, neutron 4. Bax, burada yaxşı görünməyinə baxmayaraq, bu atom deyil. Atomda P bərabərdir E-yə. Burada dediyim kimi, birincidə qalanları 3'də yerləşir. İndi 3 dənə proton olacaq, qalanlar da neutron olacaq. Cavabımız D variantıdır. X, Dx, N iyonu mənfi 2 verərək deyir ki, verərək. Deməli, N böyükdür M-dən. Yəni, bu səhvdir. Nüvə yükü artır, xeyr azalır. Həm müsbət 2 olur. Deməli, bu düzdür. Proton sayı azalır. Proton sayı xeyr dəyişmir. Nüvə yükü azalır, xeyr artır. Çünki burada müsbət olur. Əvvəl 0 idi, müsbət oldu. Deməli, cavab B variantı. Katyonun yükü verilən münasibətdən sayının hansı format? Katyon. Katyon 2 üstü müsbətdir. Bu müsbətdirsə, deməli, burada proton böyük olur, elektronlar böyük olur. Burada olur C variantı və ən axırıncı suala keçdik. İnşallah başa düşmədiyiniz yeri yoxdur. Əgər başa düşdüyünüz varsa, təkrar edib başa düşənə dək baxa bilərsiniz və əgər qaranlıq qalan yer varsa, şərhlərdə yaza bilərsiniz. Deyək ki, çevrilmə haqqında proton sayı artıb, xeyr. Proton sayı arta bilmə ehtimalı yoxdur. 3'dür. İndi sayırıq. Neçə edir? 3, 4, 7 buradır. 4 də buradır. Müsbət 3'dür, düzdür. Deməli bu nüvə yükü 7'dir. 1, 2, 3, 4, 5, 6. Deməli bu da düzdür. Çünki nüvə yükü deyəndə proton nəzərdə tutulur. Bu da atomdursa E bərabərdir P-yə. İndi proton da bərabərdir. Burada 7 dənə elektron varsa 7 dənə də proton var. Çevrilmə zamanı hadisə yükü azalır. Xeyr artır. Çünki müsbət olur. Cavab 2 və 3'dür. O da B variantıdır. Yəni düşünürəm ki, hər şey əlinə gələni sizə etdim. İnşallah başa düşərsiniz. Növbəti videolara dəyək görüşmək ümidi ilə.